Paytaxtda bəzi özəl parkinqlərdə qiymətlər cib yandırır. Deməli, maşını saxlamışam parkovkada 1 saat 10 dəqiqə, 15 dəqiqə. 5 manat qoyacaq. 15 dəqiqədə mənim vaxtım gedib parkovkada yer tapana qədər. Belə qiymət olar. Sürücülər özəl parklanma ərazilərindəki qiymətlərdən narazıdırlar. Onlar son vaxtlar bəzi özəl parkinqlərdə qiymətlərin artdığını deyirlər. Bahalaşma çox olur. Görürsən ki, məsələn 1 manatın əvəzinə bir də görürsən ki 3 manat, 5 manat kartdan çıxırlar. Yəni əvvəl elədi ki, saxlayırdı, hamı bir-birini yola verirdi, biri çıxırdı. İndi kimin pulu var saxlayır saatlarla, atır maşın çıxır gedir. Biz cəmi 5 dəqiqə dayanırıq. Elə işimiz dur çıx, olmur, alınmır. Olmasa onu ləğv eləsələr 15 dəqiqə normal pulsuz olan işləsək həll olar. Ekspertlər deyirlər ki, özəl parkinqlərdə qiymətlər ərazi sahibləri tərəfindən sərbəst olaraq müəyyənləşdirilir. Ancaq bundan sui-istifadə olunmamalıdır. Belə ki, özəl parkinqlərdə tətbiq olunan tariflərin tənzimlənməsi və qiymət siyasətinə nəzarətin gücləndirilməsi təklif edilir. Özəl parklanma yerlərində qiymətlər sərbəstdir. Yəni bazar iqtisadiyyatı bunu tənzimləyir. Əgər qiymətlər çox bahadırsa, vətəndaşlar təbii ki, orada avtomobil park etməyəcəklər. Çox baha qiymətlər qəbul edilməzdir. Ümumiyyətlə qeyd etməliyik ki, parklanma sahəsində özəl şirkətlər də, vətəndaşlar da fəaliyyət göstərə bilərlər. Onlar ərazilərini, yerlərini bu istiqamətə aça bilərlər və kifayət qədər də gəlirli sahədir. Amma yenə qeyd etmək lazım ki, qiymət məsələsində biraz diqqətli olmaq lazımdır. Ekspertlərin fikrincə parklanma məsələsində sürücülərin də maraqları nəzərə alınmalı, qiymətlər isə əlçatan və şəffaf olmalıdır. Əks halda özəl parkinqlərdəki qiymət problemi sürücülər üçün əlavə xərc və narahatlıq yaratmaqda davam edəcək.